Salam əziz dostlar, bugün 10 Mart'dır. Gəlmişik Quşarın Ləzər Qışlaq kəndinə. Bir tamaşaçımız, izləyicimiz bize müraciət etmişdi. Xəstə bir bacımız var, gəlmişik onu ziyarət edik. Həm də ki 8 Mart bayramını təbrik edik. Bayramımız mübarək. Bu bayram soğuklarının Moskvada Elgiz kardeşimiz sevindir. Sağ ol, çok sağ ol canım, çok sağ ol. Necəsiniz? Hoş geldiniz. Hoş gününüz olsun. Daha bağışlıyorum, 8 Mart'ta gelebilmedim, başım karşı oldu. Dedim ki, necəsiniz? Keyfiniz necə? Şükür bugüne de. Allah köməyiniz olsun. Yine böyle şişti, ayakları turundu. Allah sizden razı olsun. 20 ilin xəstəsidir bana bu, 20 ilin. Ve 10 ildir vapşe geze bilmir. Ben daha bir yerdeydim, orada Oralar İnvalidlər dəstəsi var idi, şillər topun sıçan, olanlarına. yukarıda taxtalar vurmuşam. Oraya İnşallah. əl dəsmalları salmışam. O aralar çıxartdım buraya, bu qat aralanır, uçur başımıza. Sen de bağışla. Gedirəsini bana çıxartdım gəlsin. Bak burada yiyip, burada içir. Mikrası da bu. Yoktur canım, bir otağın içinde de zulüm çekilir. Allah Her köməyiniz şey olsun. burada. Her şey burada. Ha, dedim gelin dedim size. Kendimi tapabilmiyorum, başka yere gitmiştim. Allah qəbul etsin oruçlarınızı. 200 oruçsuz. Allah qəbulunu idarə eləyə bilmir o. Bu əl işləmir bunda. Şəkərlər də xarab. Şəkər də partlayıb. 2 dəfə aparmışam, dükkanı gəzdirmişəm, getirmişəm. Hey, Allah şahı. yayda istəyirəm, bu da su da bayıra çıxır. Pul bizim koşum, ben onu size hediye Allah edeceğim. köməyin olsun can bala. Allah bütün xəstələrə şəfa versin. Belə bir tezədi yenidir. Qiyməti bahadır. Prosesarcı olaraq istifadə etməklərinə görə 500 manata verirlər. Mən də istəyirəm inşallah bunu alaq. Ləzər Qışlaqdakı xanıma hədiyyə eləyək. Canı rahat olsun. Allah bütün xəstələrə şəfa versin.